Sizə keçən videomda 4-cü sinif riyaziyyatın 3-cü tapşırığını yazmışdıq. Bu günləri 4-cü tapşırığını yazırıq. Açırıq. Səhifə 26. 4-cü tapşırıq. Hesablayın və müqayisə edin. Bunları yazırıq və bu ulduz olan yerə böyükdür, kiçikdir və bərabərdir işarəsini qoyacağıq. Keçirik dəftərə. Tapşırıq 4. Bir dəqiqə ekran tutuldu. Okey. Gəlin baxaq. Bunu hesablamaq üçün gəlin yazırıq. 168.858 üstə gəl yazırıq. Bunu çaşdırmamaq üçün arxa-arxa yazırıq. Xətt çəkirik, hesablayırıq. 5 1 yadda. 6 3 1 yadda. 8 1 1 yadda. 4 1 1 yadda. 1 1 1 yadda. 2 Üzr istəyirəm. Buna keçəndə isə 3 8 7 8 2 9 oldu. 387.329 çıxılsın. 198 925 xətti çəkirik. 9-dan 5 4 4-dən 2-dən 2 0 8-dən 9 çıxmaq olmur. Bir dənə götürürük. Olur burada 10 18-dən 9 9 16-dan 6-dan götürmək olmur. 16 eləyirik bunu. 16-dan 8 8 17-dən eləyirik bunu. 17-dən 9 7 2-dən də 1 1. Baxaq cavablara. Buradan cavabı yazırıq. Bunun cavabını buradan yazırıq. Cavab eləyib 2 4 8 35. Bunun cavabı isə eləyib 7 8 9 0 4. Hansı böyüdü? Təbii ki də bu. Bunu da hesablamaq, tapmaq üçün üzr istəyirəm. Qabaqdan arxaya doğru gedirik. Burada 2-dir, 1-dir. 2 2 olsaydı əgər sonraki rəqəmə baxacaqdıq. Burada da eyni olsaydı sonraki rəqəmlərə baxacaqdıq. Burada bu böyük olduğu üçün, bu misalın cavabı olduğu üçün bu belə olmalıdır. Böyükdür işarəsi. Keçirik ikinci misalımıza. İkinci misalımızda deyir. 124.000 çıxılsın. Arxa yazırıq. 5 9 2 1 9 9 10 7 4 0 1 0'dır bu aşağılar 0'dır. 1 1 1. Bunun cavabı elədir. 1 1 1 0 4 7. Buna baxaq. 9 7 2 4 5 2 6 7 0 0. Tomlamaq çıxmaqdan asandır olur həmişə. 5 4 9 13 3 yazdıq. 1 yadda 12. Bunun cavabı da olur 123.945. Baxaq. Birinci rəqəmləri eynidir. İkinci rəqəmləri bu böyükdür.
Dedim bayaqlar uşaqlar, bir rəqəmlərə eynidirsə digər rəqəmlərinə baxırıq. Bu da eyni olsa o birisi rəqəmlərə, bu da eyni olsa o birisi rəqəmlərə və təkliklərə zən baxmaq lazımdır ki, biz cavabımız doğru çıxsın. Bu 2 olduğu üçün, bu 1 olduğu üçün bu bundan böyük olur. Bu kiçikdir işarəsidir dostlar. Xəttim biraz pis ola bilər. Üzrlü sayın. Və bəzən çalışa bilərəm. Bu da bizim 4-cü sinif səhifə 26, tapşırıq 4. Demək, bir də yazırıq. Ağzı bu tərəf açıq olan böyükdür daha doğrusu. Ağzı bu tərəf açıq olan kiçikdir. Bərabər işarəsi isə bərabərdir. Xəttim pisdir, başa düşürəm. Uşaqlar, bunu keçməmisiniz, amma mən də sizə deyim ki, bu bərabər deyil işarəsidir. Bu, bir də bu. Bu birinci misal, bu ikinci misal. Uşaqlar, diqqətiniz üçün sizə təşəkkürümü bildirirəm. Hər şeyə görə çox sağ olun. Mən sizə minnətdaram ki, mənim kanalıma abunə olacaqsınız. Mənim kanalıma, Vəliyeva Fatimə kanalına abunə olub, like etməyi unutmayın. Sizi çox sevirik. Və bildirişləri açın.